Mən neftçi qızıyam. Atam 15 gün işdə, 15 gün evdə olur. Kişilər yemək bişirə bilməz deyənlər. Mənim atam hər şeyi bacarır. Onun üçün çalışırıq o işdə yeyə bilmədiyi, hazırlaya bilmədiyi yeməkləri o gələndə biz ona hazırlayıb datdıraq. Atamla anam yolda idi. Xəbər də tutdum ki, gəlirlər, özümü tez atdım mətbəxə. Bu dəfə pirojki hazırladım. Nə yumurta, nə də qatıq vurmadım xəmirinə. Əvvəlcə aparanı hazırladım, resepti videonun altında yazacağam. Xəmiri yoğurdum. Xəmir gələnə kimi soğan çayla qaynadılmış kartofu birlikdə əzdim, duz istiyot əlavə etdim. Xəmir hazır olanda 45 qramlıq kündələr düzəltdim. İçlik qoyub 10 dəqiqə saxladım. Qızartmaq işinə isə atam gələndə elə özü də baxdı. Uşaqlıqdan belədir. Qutab bişəndə də, pirojki bişəndə də atam həmişə anamın yanında dayanıb kömək edərdi. Sizdə necədir bilmirəm, amma bizim evdə pirojki bişən günü başqa yemək bişməz və hazırdır. Bu günlük bu qədər. Gələn görüşlərə dək hələlik.